Salam uşaqlar, 2025-ci ildə test toplusuna düşən yeni suallardan birinin izahını verdik. Mövzumuz çevrə və dairə. Sual nömrə 20. Sualı verilib, şərtimiz var, şəklimiz üzərində izah edək. Şəkildən də görsənir ki, bizə kvadrat verilibdir və kvadrat elə bir kvadratdır ki, onun bir təpəsi çevrənin mərkəzinin üzərindədir, kvadratın digər təpəsi çevrənin üzərindədir, digər təpəsi isə radiusun üzərindədir. Bizə tələb olunan nədir? Bu çevrənin uzunluğunu tapmaq. Çevrənin uzunluğunu tapmaq üçün biz gərək o çevrənin radiusunu tapaq. Bizə verilən şərtlərin içində BY var. BY-ni işarə edir. Çevrənin radiusu OY-dir və eyni zamanda O və C nöqtələrini birləşdirsək, bu da bizə radius verəcəkdir. Kvadratın tərəfini A ilə işarə edəsək, onda bütün tərəflərimiz A olacaq. Biz də bilirik ki, kvadratın tərəfi A-ya bərabərdirsə, onun diaqonalı onun A kök 2 mislidir. Yəni, R bərabərdir A kök 2-yə. Buradan radiusumuz bəlli. Deməli, OC A kök 2-dirsə, OY də A kök 2-yə bərabərdir. OY bərabərdir A kök 2. OY-dən biz OB-ni çıxsaq, OY-dən OB-ni çıxsaq, bizə verəcəkdir BY parçası. BY parçası bizə şərtdə də verilibdir. Verilənləri yerinə yazmağa çalışaq. OY-miz A kök 2 çıxılsın, OB-ni A ilə işarələmişik, bərabərdir. BY bizə verilibdir, 5 vurulsun, kök adda 2, çıxılsın 1. Sadələşdirək misalımızı, A-nı mötərizə qırağına çıxadırıq, bərabərdir. 5 vurulsun, kök adda 2, çıx 1. İslahımızı aparaq, A bərabərdir 5. Kvadratın tərəfini biz 5 aldıq. Onda radiusumuz R bərabərdir, 5 kök 2-yə bərabər olacaqdır. Çevrənin radiusu varsa, uzunluğunu rahatlıqla tapa bilərik. 2 pi R düsturundan. R-imiz 5 kök 2 olarsa, 2 pi vurulsun 5 kök 2, cavabımız oldu 10 kök 2 pi. Doğru variantımız B variantı.